Mən İranın cənubunda Abadan şəhərində doğulmuşam. Müsəlman Şiə ailəsində böyümüşəm. Babam İslamda ruhani lider idi. Onun 19 övladı və 84 nəvəsi var idi. Təbii ki, o bu ruhani yolu və təlimləri növbəti nəslə ötürmək üçün birini seçməli idi. Həyatımda bir neçə dəfə elə hadisələr baş verib ki, mən ölməli idim. Amma hər dəfə təhlükə yaxınlaşanda bir insan silueti görürdüm. Sanki həmişə yanımda idi. Mən bunu başqalarına da açıq deyirdim. Babam bunu belə yozurdu ki, sanki İslamın ruhani liderləri bu uşağı qoruyur. Buna görə mənə xüsusi diqqət ayırdı və İslam haqqında bildiyim hər şeyi mənə öyrətdi. Mən Hazbullah'a qoşuldum və təxminən 3 il orada oldum. Quran-ı-Kərimi çox dərindən öyrəndim. Babam qəlbimdə bir toxum gördü. Güya mən İslamı azmış, yanlış yolda olan kasıb xristianlara çatdırmalı idim və ailəmiz üçün İran xaricində ruhani lider olmalı idim. Mən Malayziyaya getdim. Orada 30 ədəd saxta pasportla tutulub həbs olundum. Həbsxanada İslamı təbliğ etməyə başladım. İnsanlara Allah qarşısında vəzifələrinin nə olduğunu deyirdim. Mən hər gün bu rutini davam etdirirdim. Gündə 5 dəfə namaz qılırdım. Şiələr adətən 3 dəfə namaz qılırlar və 17 rükət bu 3 vaxta daxil edirlər. Amma mən Allahla daha çox vaxt keçirmək istəyirdim. Və bunun üçün də namazı 5 ayrı vaxta qılırdım. Axşamlar əlavə dua edirdim, Quran-Kərimi hər 10 gündən bir başdan axıra kimi oxuyurdum. İslamda ruhani varlıqlar var və onlarla ünsiyyət qurmaq qadağan deyil. Hətta Məhəmməd Peyğəmbər onlarla danışdığına dair hekayələr var. Mən də bu ruhani aləmlə əlaqə qura bilmişdim və bundan güc aldığımı düşünürdüm. İnsanlar mənə gəlib dua etməyimi xahiş edirdilər. Kimsə onları pislik etmişsə, mən dua edirdim və o adam da xəstələnirdi, ya başına bir hadisə gəlirdi, bir qəza keçirdirdi. Gözlərimi yumub başqa otaqda olan insanların etdiklərini bilirdim. Bu isə mənə daha da güc almağa həvəsləndirirdi. Mən daha çox güc istəyirdim və Quranda daha çox meditasiya etməyə başlayırdım. Quranda bir gecə bir neçə söz var ki, daima təkrarlanır və onların mənası açıqlanmır. Onlar Quranın sirləri adlandırılırlar. Mən bu sözlər üzərində meditasiya edərkən bir ruh otağa daxil oldu. O mənim idarə edə biləcəyindən qat-qat güclü idi. Qorxu içində qaldım. İslam mənə öyrətdiyi bütün üsulları istifadə etdim. Bütün üsullardan istifadə etdim. Allahın adı ilə əmr edirdim ki, çıx get, şeytan, səni rədd edirəm və s. və buna oxşar bir şeylər. Amma heç bir kömək etmədi. Heç biri kömək etmədi. Özümü boğulmuş kimi hiss edirdim. Sanki canım çıxırdı. Sanki artıq ölürdüm. Çarəsiz halda göylərə fəryad etdim və dedim, Allah, fars dilində, Xuda, mənə kömək et.
Elə həmin an səs eşitdim. Bu an siz bax məni necə eşidirsiniz? Elə aydın səs və bu səs dedi: İsa'nın adını çağır. Həmin an mən heç bir saniyə də düşünmədim və şübhələnmədim. Sanki bax bir boğulan insan kimi idim. Sən ona ip atsan, ipin rəngini soruşmaz, düzdür? Mən sadəcə yapışar. Eləcə də mən də dedim. Və mən də dedim, İsa, əgər sən həqiqətsənsə, özünü mənə göstər. İndi keçmişə baxanda özümü sual verirəm ki, niyə mən bu cür sual vermişdim? Niyə demədim ki, İsa mənə kömək et? Bilmirəm niyə. Amma nə idisə bax bu idi. Və hələ cümləni bitirməmiş hər şey normala döndü. Bu mənim imana gəlməyim deyildi. Bu mənim qarşılığımın başlanğıcı idi. Mən yaxşı müsəlman olmaq üçün əlimdən gələni etmişdim. Allah yolunda şəhid olmağa, minaların üzərindən keçməyə belə hazır idim. İran hökumətinin verdiyi mühürlü xüsusi Qurana sahib idim ki, bu yalnız fədai adlananlara, yəni özünü qurban verməyə hazır olan kəslərə verilirdi. Edam cəzalarında iştirak etmişdim. Kafirlərə qarşı etməli olduğum hər şeyi etdiyimi düşünürdüm. Mən hər şeyi etmişdim ki, Allahı başqalarına tanıdım. Amma eyni zamanda anlayırdım ki, nəsə düzgün deyil, nəsə düzgün getmir. Bu ona görə deyildi ki, mən şübhə edirdim ki, Allahda və yaxud da ki, İslamda mən tamamilə inanırdım. Amma anlaya bilmirdim ki, bu şübhə haradandır. Çox çaşmışdım ki, çox çalışırdım ki, bunu xatırlamayım. Buna baxmayaraq bu sual mənə rahat buraxmırdı. Niyə İsa müsəlmana kömək etdi? Bu sual içimdə daima səslənirdi. Niyə İsa müsəlmana kömək etdi? Və böyük çaşqınlıq içində idim. Qərar verdim ki, 2 həftə ərzində oruç tutum, dua edim və Allahdan yolunu göstərməsini istəyim. O an Qurandan ayələr xatırladım. Harada deyilir ki, Allahın yolları çoxdur və dağın hansı tərəfindən qalxsan da zirvəyə çatarsan. Onda düşündüm ki, bəlkə elə Allah budur. Düşündüm ki, bəlkə Allahın mənim üçün xüsusi yolu var. O istəyir ki, məhz bu yolla gedim. Ona görə də dua edib oruç tutdum. Bunun qəlbimdə və qəlbimlə və gücümlə Tanrıdan soruşdum ki, məni hansı yolla aparırsan və etməyimi istəyirsən. 2 həftə bir yerdə oturdum və dua etdim. Gündə ayıq olduğum saatların hamısında dua edirdim. Oruç tuturdum. Oturduğum yerdə yatırdım və oyanıb yenə də dua edirdim və Allahdan soruşurdum ki, düzgün yol hansıdır? 2 həftədən sonra mən heç bir cavab gəlmədi. Mən həqiqətən də məyus oldum. Başa düşmürdüm ki, nə baş verir. Başa düşmürdüm ki, ondan bir cavab almağım üçün heç bir şansım, bunu başa düşürdüm ki, bir şansım yoxdur ki, ondan cavab alım. Düşünürdüm ki, bəlkə də Allah yoxdur və mən bütün ömrümü boşuna yaşamışam. Bütün həyatımı qorxu içində yaşamışam ki, Allahı razı salım. İndi isə o mənə tam çaşdırdı. O ürəkləri görür, o mənim ürəyimi bilir ki, onu sevirəm. Fərqi nədədir ki, axı mən onu adını necə çağırıram? Axı o mənim ürəyimi bilir, mən onu sevirəm. Və o anda mən qərara gəldim ki, həyatımı istədiyim kimi yaşayacağım. Öz yolumu seçəcəyəm, məni razı salan şeylər edəcəm. Belə düşündüyüm anda Allahın qüdrəti otağı bürüdü. İslamda Allahdan şübhə etmək, sonra şübhə etmək bu ən böyük bir
bağışlanmayan günahlardan biridir. Onun təliminə şübhə etmək, peyğəmbərə şübhə etmək və mən də bunu etdim. İslam öyrədir ki, Allah heç zaman insanın yanına gəlməz, ona baş çəkməz. Bunu anladığıma baxmayaraq başa düşürdüm ki, Allahın huzuru otağı doldurub. Mən onun müqəddəsliyi ilə üz-üzə gəldim və bunu dərhal anladım və bunlar hamısı eyni anda baş verdi. Birdən-birə onun müqəddəsliyi ilə üz-üzə durdum və günahın yükü üzərimə çöktü. Mən anladım ki, o ədalət olduğu üçün məni öldürməlidir, yeryüzündən silməlidir. Çünki günahla dolu idim. Mən ağlayırdım, mən ölmək istəmirdim, amma eləcə də anlayırdım ki, heç bir şansım yoxdur. Sən nə qədər müqəddəsin, mən isə zəifəm və mən otağın küncünə qaçdım, başımı qollarımla örtdüm və dayanmadan təkrarlayırdım. Məni bağışla. Ağlaya-ağlaya mən bağışlamağımı istəyirdim. Elə bu vaxt çiymə bir toxunuş hiss etdim və bir səs gəldi. Səni bağışlayıram. Elə o anda bu sözlər deyilən kimi fiziki olaraq bağışlandığımı hiss etdim. Bunu başa düşə bilmədim. Mən fikirləşdim və dedim ki, bir dəqiqə, axı biz deyirik ki, Bismillahirrahmanirrahim, mərhəmətli Allahın adı ilə. Amma İslamda insan qiyamət gününə qədər bağışlandığını bilə bilməz. Məhz buna görə də Quranda Məhəmməd Peyğəmbər göylərdə olması haqqında bir kəlmə belə yoxdur. O da başqa insanlar kimi qiyamət gününü və dirilməni gözləməlidir. O zaman ki, hər kəs mühakimə olunacaq. Belə isə soruşdum, səni bağışlayıram deyən Allah kimindir onda? Və mən bu bağışlanmanı hiss elədim. Və mən soruşdum, sən kimsən? O məni bağışladı, mən bugün bağışlana bilərəm. O cavab verdi, mən yol, həqiqət və həyatam. Bu sözlərini eşidəndə başa düşmədim ki, bu nə deməkdir? Amma başa düşdüm, onlar çox vacib sözlərdir. Onların mənasını başa düşə bilmirdim. Hələ də anlaya bilmir ki, bu Allah kimdir? Onda soruşdum, sənin adın nədir? O dedi, İsa Məsih, yaşayan Allah. Bu sözləri eşidəndə sanki bütün bədənim boşaldı və yerə yıxıldım və Allahın huzurunda hönkür-hönkür ağladım. Sadəcə ağlayırdım. Sadəcə ağlayırdım. Aradan 18 il keçsə də onun mərhəmətini, məhəbbətini hələ də unuda bilmirəm. Onun məhəbbətini, onun mərhəmətini unuda bilmirəm. Baş verənləri hələ də unuda bilmirəm. Mən hönkür-hönkür ağlayırdım. Sanki illərlə Allahı razı salmağa çalışmışdım. Amma etdiklərimin heç biri onu razı salmamışdı. Çox məyus olmuşdum. Çünki mən Allah budur, mənə Allah budur demişdilər, amma o Allah deyildi. Mənə Allah yolunda öldür demişdilər, amma o Allah deyildi. Allah dedi, mənim yolumla sev, mənim yolumda bağışla. O an mənim daxilimdə bir səs dedi, bəli, bax, bu Allahın həqiqətidir və Allah bağışlamadır, Allah məhəbbətdir. Mən 2 saat ərzində ağlayırdım və sadəcə onun ayaqları önündə durmuşdum
başımı qaldıranda o mənə sanki televizorun göstərən kimi bir görüntü göstərdi ki, və orada bütün nəsillərdən olan, bütün millətlərdən olan insanları gördüm. Hər bir insan ki, Allah mənə göstərirdi, onların etdiyi hər bir səhv əməllərini görürdüm. Və mən deyirdim ki, Allahım, mən bu insanların arasından yaşamışam. Onların hamısı günahlıdır. Onda o mənə bütün insanları göstərdi və dedi, mən səni nə qədər asan bağışladım. Dedim, çox asan. Fars dilində biz deyirik ki, su içmək qədər asan. Bir an sonra isə dedim ki, yox, hətta su içməkdən də asan. Onda o dedi, onları da eyni asanlıqla bağışlayıram. Kim bunu onlara deyəcək? Dedim, məni göndər. O da dedi, get. Beləcə mən xristian oldum. Mən dua etdim ki, Allahım mənə Bibliya göndərsin. Həbsxanada başqa bir kəs, başqa bir bölmədən gəlib mənə kitab verdi və dedi ki, sən bunu istəmişdin. O, Urdu və Hindu dilində sərbəst danışırdım. Bu kitabı verəndə mən artıq anladım ki, bu Bibliyadır. Və mən Allaha dua etdim, dedim ki, Allahım, mən sənə dünən axşam dua etdim, sən isə bunu mənə bugün səhər verdin. Bu inanılmazdır, sən dualara cavab verənsən, sən qüdrətli Allahsan. Bu Tanrının canlı sözüdür. Sizə bunu deyim. Mən öz şəhadətimi bölüşdüm ki, insanlar qüdrətli Allah haqqında eşitsinlər. Bunu ona görə etmirəm ki, mənim şəhadətimə görə kimsə xristiyan olsun. Mənim şəhadətim yalnız mənim üçündür. Mən yalnız bir şey istəyirəm. İnsanlar bilsinlər ki, bu mənim hekayəm deyil, bu qüdrətli Allahın hekayəsidir. Hansı ki, hər şeyə qadirdir və hər bir itmiş qəlbi axtarır. Hansı ki, bütün insanları sevir və bunu bütün qüdrəti ilə, gücü ilə edir. Əgər kimsə mənim şəhadətimi eşidirsə, bugün mən həqiqətən də istərdim ki, onlar desinlər, ey qüdrətli Allah, hər şeyi yaradan Tanrı, əgər bunlar doğrudursa, mən bunu istəyirəm. Və mən sizə 100% əmin edirəm ki, bu qüdrətli Allah gəldi və mənim həyatımı dəyişdi və etdiyim hər şeyi tamamilə bağışladı. O, əmin edə bilər, onları da eyni əminliklə ki, eyni bağışlanmanı dadsınlar. Və bax, budur İsa Məsih. Ona izzət olsun. Bugün və əbədi olaraq. Amin.